Bugünkü dersimiz oldu ne? Əvəzlik. Siz bilirsiniz ki, əvəzliyin özünə xas olan, xüsusi ümumi qrammatik qaydası yoxdur. Əvəzliyin özünə xas ümumi qrammatik mənası yoxdur. Bu ifadə nə deməkdir? Nə deməkdir əvəzliyin özünə xas ümumi qrammatik mənasının Ne olmaması? şekilsi var ne de sualı var. Nə qrammatik şəkilsi var. edirsə. Yəni o deməkdir ki, hansı əsas hissəsini əvəz edirsə, onun ümumi qrammatik mənasını Yani daşıyır deməkdir. yani sualı yoktu. Hansı nitq hissəsini əvəzləyirsə onu sual verir. Bəli, hansı əvəzi, hansı nitq hissəsinin əsas nitq hissəsini əvəz edirsə, onun sualına cavab verəcək. Başa düşdünüz ki, əvəzi köməkçi hissələrini əvəz etmir ha. Əvəzi yalnız əsas nitq hissələrini əvəz edir. Hansı əsas nitq hissəsini əvəz edirsə, onun da ümumi qrammatik mənasını daşıyır, onun suallarına cavab verir. Başa düşdünüz? Əvəzliklər qurulurca bölünəcək 3 yerə. Sadə əvəzliklər, düzəltmə əvəzliklər və mürəkkəb əvəzliklər. Sadə əvəzliklər, məsələn, mən, bu, eyni, düzəltmə əvəzliklər isə biri, kimi, kimsə, nəsə, hərə, neçənci. Gəldik mürəkkəb əvəzliklərə. Sizcə mürəkkəb əvəzliklər neçə cür yazılacaq? Mürəkkəb əvəzliklər 2 cür yazılacaq. Mürəkkəb əvəzliklər bir bitişik yazılır, bir də ayrı yazılacaq. Bitişik yazılanı məsələn deyəcək ki, filan kəs. Hər kəs. Ayrı yazılanı deyəcək hər kəs. Başa düşdük bura qədər. Deməli bildiniz ki, əvəzliyin özünə xas olan ümumi qrammatik mənası yoxdur. Hansı əsas nitq hissəsini əvəz edirsə, onun ümumi qrammatik mənasını daşıyır, onun suallarına cavab verəcək. Əvəzlik quruluşu 3 yerə bölünür, sadə olur, düzəltmə olur, bir də mürəkkəb olur. Sadəsi məsələn deyəcəksən mən, sən, eyni, bütün. Düzəltməsi olacaq hərə, biri, kimin, kimsən, nəsə, neçənci. Mürəkkəb əvəzliklər ya ayrı yazır, ya bitişik yazır. Bitişiyə deyəcəksən məsələn filan kəs, ayrıya deyəcəksən hər kəs. Başa düşdük bunu? İndi baxırıq birinci şəxs əvəzliklərindən danışırıq. Şəxs əvəzlikləri. Sən bilirsən ki, cəm şəkilsi qəbul etmədən tək və cəm formasına görə dəyişən əvəzi hansı əvəzidir? Şəxs əvəzidir. Şəxs əvəzlikləri təkdə olacaq mən, sən, o. Cəmdə olacaq biz, siz, onlar. Bir də təkrar. Şəxs əvəzlikləri birinci şəxsin təkində olacaq mən, ikinci şəxsin təkində olacaq sən, üçüncü şəxsin təkində olacaq o. Birinci şəxsin cəmi biz, ikinci şəxsin cəmi siz, üçüncü şəxsin cəmi nə olacaq onlar. Şəxs əvəzləri hansı nitq hissəsini əvəz edəcək? Bəli. Şəxs əvəzləri ismi əvəz edir. Ama ad bildirmir. Amma ad bildirmir. Şəxs əvəzləri kim, nə suallarından birinə cavab verir. Şəxs əvəzlikləri qoşmalarla işlənir. Şəxs əvəzlikləri qoşmalarla işlənir. Məsələn, necə işlət edəcək səndən əvvəl? Səndən ötürü, sənin üçün, mənə görə, mənim üçün. Başa düşdük? Bu şəkildə işlənə bilər. Sonra başa düşürsən ki, şəxs əvəzlikləri hal şəkilsi qəbul edə bilir. Məsələn, sən əvəzliyin hallara görə dəyişir. Sənin hallara görə dəyişir. Sənin, sənə, sənin, səndə. Bildiniz? İndi gəldik halınarkən xüsusi fərqli məqam var.
Diqqət edirsiniz nəyə? Diqqət edirsiniz nəyə? Halanan ki, mən və biz əvəzlikləri yelik halda, yelik halda in yerinə in götürəcək. Yəni deyəcəksən ki, bax, mən, mənim olmayacaq, olacaq mənim. Yəni, bu oldu hal yelik hal. Mənə, məni, məndə, məndə. Sonra eyni şey bizdə də baş verəcək. Biz oldu aldıq hal. Bizim yelik halda in yerine in götürdüm. Bize, bizi, bizde, bizde. Başa düşdük bunda. İndi yelik hallanarkən biriniz hansı halda fərqli məna müşahidə olundu? Birinci şəxsin tək və cəmdə. Hansı halda? Yelik halda. Ne götürdü? İn yerinə in. İn yerine in götürdü. Doğrudur. İndi şəxs əvəziləri hər sualına da cavab verərək yer zərfliyi kimi iştirak edə bilər. Bu aiddir siz, biz, onlar əvəzlikləri. Məsələn, mən bugün onlara gedəcəyim. Ne edeceğim? Gideceğim. Kim ben? Hara gideceğim? Onlara. Hara sualına cevap verirsen yer zərfi. Və yaxud da deyirsən ki, bugün bizə gələrsən. Gələrsən xəbər. Bugün nə zaman zərfli? Bizə, kimə? Haraya? Xeyr. Hara gələrsən bizə? Burada bizə hansı anlamda? Yəni bizim evimizə gələrsən anlamında. Hara gələrsən? Bizə gələrsən. Deməli, başa düşdün ki, biz, siz, onlar əvəzlikləri həm vasitəli tamamlıq, həm də yerzəkli kimi iştirak edə biləcək. İndi sizcə şəxs əvəzlikləri quruluşu neçə cür olur? Sadə. Quruluşu yalnız nə olur? Sadə. Şəxs əvəzlikləri daha çox hansı cür gözü kimi iştirak edir? Müqtəda, tamamlıq, bir də xəbər. Şəxs əvəzlikləri bildiniz ki, isimə məxsus olan əlamətlərdən biri olan mənsubiyyətə görə dəyişməli. Yəni, sən başa düşürsən ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişdirə bilməzsən. Şəxs əvəzlikləri bildin, qoşmalarla işləndi, ismi suallarına, kimlə suallarına cavab verdi, amma ad bildirmədi. Hətta hər sualına cavab verdi. Quruluşu sadə oldu. Yer zərfliyi belə ola bildi. Amma quruluşu da sadə oldu, amma mənsubiyyətə görə dəyişə bilmir. Deməli, şəxs əvəzliklərində X kimi nə yadda saxlayasınız? Mənsubiyyətə görə dəyişə bilməməyi. Bildiniz. İndi gəldi, siz bilirsiniz ki, sonu mığınlıqla bitənlərə dan əlavə eləyəndə tələffüz nə olacaq? Mən. Yəni, məndən tələffüzü necə olacaq? Mən. Buna görə nəyə anlamadınız? Şəxs əvəzlikləri başa düşmədiniz. Bəlkə soruşur sizdən bura qədər izah edə bilirlərmi? Gəldik, sizcə əvəzliklər əsas hissələrin əvəzliyi yoxsa köməkçiləri? Elay? Əsas hissələr. Əsas hissələri. Yaxşı, sizcə şəxs əvəzlikləri hansı hissəsini əvəz elədi? Şəfiqə? İsmi. Sizcə şəxs əvəzlikləri quruluşca neçə cür oldu? Tək şəxs əvəzliyini soruşuram, quruluşcası. Mənim Sadə. Sadə oldu. Şəxs əvəzlikləri tək və cəmə görə dəyişdi. Təkdəki şəxs əvəzlikləri hansılardır, cəməklər hansılardır, Yusif? Mən, sən, o, biz, siz, onlar. Mən, sən, o, biz, siz, onlar düzdür. Şəxs əvəzlikləri hansı suallara cavab verdi? Bizə. Kimlə? Şəxs əvəzlikləri hansı hissəsini əvəz etdi? Şamama? İsmi əvəz elədi. Şəxs əvəzlikləri ən çox hansı cümlə üzrə oldu? Qadir?
Mübtəda tamamı xəbər. Mübtəda tamamı xəbər olur. Düzdür. Mübtəda tamamı bir də xəbər oldu ən çox. Yaxşı. Şəxs əvəzləri hal şəkilsi götürdümü? Bəli. Fərhad? Bəli. Götürdü. Səncə şəxs əvəzləri hal şəkilsi götürərkən hansı şəxs əvəzləri hansı halda fərqli məqam müşahidə elədik? Məsələn, Hansı şəxs əvəzliklərində, hansı halda fərqli məqam müşahidə elədik? yiyəlikdə Aha, hansı şəxs əvəzliklərində? şeydir. Hal olaraq yiyəlik aldı. Bəs şəxs əvəzliyi olaraq hansılarını götürəcəyik? Nuray. Ben birinci şahsın tərkib edəcəyindən bir də biz. Mən, bir də biz, Yəni yiyəlik orada aldı. in yerinə in götürürük. İn yerinə in götürəcək düzdür. Yaxşı, ümumiyyətlə əvəzliyin quruluşu növlərindən danışsaq, əvəzliyin quruluşu növlərindən danışsaq, Qadir, 3 kilo sadə düzəltmə mürəkkəb. Salisin növünə çək. O. Yaxşı, düzəltməsində Məhəmməd növünə çək. Biri. Biri. Mürəkkəbi neçə cür yazılır deyin görün. Yusif. Bitişikdir. Hər kəs oldu ayrı. Biri. Gəldik indi qeyri-müəyyən əvəzlik. Burası. Qeyri-müəyyən əvəzlik. Qeyri-müəyyən əvəzlik quruluşca neçə cür olacaq? Quruluşca 3 cürdür. Qeyri-müəyyən əvəzliyin sadəsi də var, düzəltməsi də var, mürəkkəbi də var. Sadəsində məsələn hamı deyəsən. Düzəltməsində məsələn biri, kimi, kimsə, nəsə deyəsən. Mürəkkəbinə deyəsən, bəli, filan kəs, yaxud da kim isə. Yaxud da kim isə deyəcəksən. Qeyri-müəyyən əvəzliklər hansı hissəsini əvəz edəcək? İsim. Bəli, ismi əvəz edəcək. İsmi əvəz edin. Sualları, kim, bir də nə? Qeyri-müəyyən əvəzliklər bildiniz ki, hal şəkilsi götürəcək, yəni hallanacaq. Bildiniz ki, qeyri-müəyyən əvəzliklər mənsubiyyətə görə də dəyişəcək. Mənsubiyyətə görə dəyişir. Sonra bildiniz ki, qeyri-müəyyən əvəzliyin içərisində bir dənə sifəti əvəz edən əvəzlik var. Bəzi. Sifəti əvəz edən əvəzlik var. Bəzi. Hansıdır həmin əvəzlik? Bəzi. Ay, sağ ol, afərin. Bəzi əvəzlikdir. Bildiniz ki, qeyri-müəyyən əvəzliyin içərisində məhdud səviyyədə mənsubiyyətə görə dəyişən, məhdud səviyyədə mənsubiyyətə görə dəyişən əvəzliklər var. Məhdud səviyyədə mənsubiyyətə görə dəyişən əvəzlik nə deməkdir? Birinci onu başa düşün. Məhdud səviyyədə mənsubiyyətə görə dəyişən əvəzlik o demək ki, bütün şəxslərə görə dəyişməsin. Müəyyən şəxslərdə məhdud olsun bu. Bu da 4 dənə əvəzlikli yadımızda əzbər saxlayırıq. Bəzi, hamı, hərə, bil. Gəl bunu həm əzbərləyib, həm də başa düşməyə çalışırsınız sana. Məsələn, hamı mənsubiyyəti necə dəyişmişdi isimdə? Deyirdik kitabım, kitabım, kitabım. Kitabımız, kitabınız, kitablarım. İndi tutaq ki, hamını dəyişə görün. Hamı. Yox. Hamını dəyişə görün. Hamımız. Götürün. Hamı. Deyə bilirsən mənim hamım. Sənin hamın olur. Ama deyək ki, dedik ki, bizim hamımız dərs oxumalıyıq. Sizin hamınız hazırlıqlı gəlməlisiniz. Başa düşdün, birinci, ikinci şəxsin təkidi işləmədi. Gördün. Cəmində istifadə olur. Ay, sağ ol. Deməli, başa düşdün, sən məhdud səviyyədən, yaxud bu testlərdə düşə bilən natamam formada, bütün şəxslərdə dəyişməyən qeyri-müəyyən əvəzlik deyirsə, başa düşürsən ki, bunu nəzərdə tutacaq. Məsələn, gəl birini işlədək. Birim. Deyə bilirsən, mənim birim, sənin birin. Amma deyə bilirsən ki, bizim birimiz ağac əkməlidir. Onlardan biri bu ne? Ay, sağ ol. Sizin biriniz. Sizin biriniz. Başa düşdün? Bəli. Və yaxud da gəl birini də deyək, bəzi. Deyə bilirsən, mənim bəzi, sənin bəzi. Amma Onların deyirsən bəzisi. Bəli. Sizin bəziniz dərs oxumursunuz deyəndə biz bunu götürəcəyik necə yoldaşlar? Məsuliyyətə görə dəyişir. Ay, düzdür. Deməli bu 4 dənə sözü ya əzbər yadınızda saxlayırsınız, ya da dediyim metodla tətbiq edirsiniz. Sonra başa düşürük ki burada
Kim isə bir də nə isə. Kim isə nə isə əvəzlikləri nə hallanmır, nə də Həm qeyri-müəyyən əvəzliklər məsuliyyətə görə dəyişir. həm də. Evet, dəyişir. Şəxs əvəzliyi dəyişir amma. Belə. Amma içərisində kim isə nə isə nə hallanmır, nə də mənsubiyyətə görə dəyişməyəcək. Son xəttərim. Ki ayrı yazılan, kimsə nəsə demədim ha. Kim isə nə isə dedim. Bildik. Sonra qeyri-müəyyən əvəzliyin içərisində bəzi əvəzliyi var. Bəzi sifət əvəzliyi var. Bəzi əvəzliyi yalnız saxlayırsınız ki, hallanmır. Bəzi əvəzliyi hallanmır yoldaşlar. Amma əvəzlik plus mənsubiyyət olursa, yəni bəzisi kimi işlənirsə, bu formada işlənirsə, bəzi əvəzliyi artıq hallanır. Bəzisi hallanır. Bir də təkrarlayıram. Variantlarda bəzi görürsünüzsə, bilirsiniz ki, o hallanmır. Deyə bilmirsiniz axı, bəzinin, bəzinə, bəzinin, belə demək olur. Xeyr. Amma bəzisi nə deməkdir? Çox qrammatik mənsubiyyət, düzdürmü? Amma bunu hallandıra bilirsən, deyirsən bəzisinin, bəzisinə, bəzisini, bəzisində, bəzisindən deyə bildi. Qeyri-müəyyən əvəzliyi nəyə anlamadınız? İndi keçirik. Yenə qeyri-müəyyən əvəzliyi sizdən gəlin soruşurum. Görüm qeyri-müəyyən əvəzliyi başa düşdünüz, yoxsa düşmədiniz? Salam aleykum. Deməli, qeyri-müəyyən əvəzliyi dedik ki, quruluşca neçə cür olur? Qeyri-müəyyən əvəzliyi quruluşca neçə cür olur? Ali? Sadə düzəltmə mürəkkəb. Sadə düzəltmə mürəkkəb. Sadəsi nümunə çəkirik. Hamı. Düzəltməsinə. Düzəltməsinə nümunə çəkirilmirsə, biri, kimi, kimsə, nəsə, hərə olur düzəltməsi. Mürəkkəbinin də olacaq kim isə. Bildirik bunda. Sizcə qeyri-müəyyən əvəzliyi hansı hissəsinə əvəz elədi? Məhəmməd? İsmi. Qeyri-müəyyən əvəzliyi sizcə hansı suallara cavab verirlər? Kimlə? Kimlə? Qeyri-müəyyən əvəzliyin içərisində bir dənə sifət əvəz edən əvəzliyi var deyil var. Bəzi. Qeyri-müəyyən əvəzliyin içərisində indi yazdım ha, bundan bir saat əvvəl. Nə hallanmayan, nə də mənsubiyyətə görə dəyişməyən əvəzliyi hansıdır Yusuf? Bəzi, biri. Nə hallanmayan, nə də mənsubiyyətə görə dəyişməyən, burada iki dənə əvəzliyi yazdım. Mirzə? Nə isə, kim isə. Ay sağ ol. Kim isə, nə isə bildik ki, nə hallanmadı, nə də mənsubiyyətə görə dəyişmədi. Sizə 4 dənə əvəzliyi yazdım ki, məhdud səviyyədə, natamam formada mənsubiyyətə görə dəyişir. Hansılar idi? Fərhad? Hamı birisi, Hamı, biri, biri sizin, yox. yok hamı biri, Bəzi. Bəzi. Hamı, biri, bəzi, biri hansıydı qaldı? Yalan? Hərə. Hamı, hərə, biri, bəzi. 4 dənə qeyri-müəyyən əvəzliyi idi ki, şamalar. Bunlar məhdud səviyyədə mənsubiyyətə görə dəyişəcək. Sizcə qeyri-müəyyən əvəzliklər içərisində olan bəzi əvəzliyi hallanırmı? Bəzi hallanırmı Qadir? Xeyr, mən bəzisi anlamır. Bəzi hallanır. Mənsubiyyət. Aha, düz. İndi sizə daha biraz diqqət tələb edən yer izah edəcəm işarə vəzifələri. İşarə vəzifəsinə qarşı daha diqqətli olursunuz. Çünki bu sizin biraz məktəb məlumatlarınızda da əsaslanır. Məsələn, köməkçi hissəsini yaxşı bilmirsinizsə 7-ci sinifdən, bu dərsi bilməyiniz daha zəifdir. Feili daha yaxşı bilmirsinizsə, bu dərsi biraz yenə zəif biləcəksiniz. Ona görə də daha diqqətli yanaşmanız lazım. Dedik. Gəldik işarə əvəzliklərinə. İşarə əvəzlikləri. İşarə əvəzlikləri bilirsən hansılardır? Olu, elə, həmin, həmən. Bir də ki, klassik ədəbiyyatda, şeirlərdə işlənir hamı. Yanında saxlayırsan ki, bu əvəzliyin içərisində, yəni işarə əvəzliklərin içərisində o, elə, belə, amonimdir. Amonimdir. Bir də deyirəm.
O, elə, belə amonimdir. Necə amonimdir deyirsiniz də? Məsələn, o. Biri var deyirsən ki, O gəldi. o kitab mənimdir. Olmuş. Burada nə olacaq o? İşarə vəzir. O kitab işarə vəzi, aysa. Bəs bir də var deyirsən ki, o gəldi. Burada şəxs vəzir. Aysa. Biri var deyirsən ki, elə insan. Əvəzi. Bir də var deyirsən ki, elə içəri daxil olmuş ki, əvəz. Biri var deyirsən ki, belə insan. İşarə. Bir də var deyirsən ki, mən belə. Bu hadisədən başa çıxmadı. Ay, sağ ol. Amma burada hər zaman bu uşaqları çaşdırır. Ona görə bunu xüsusi qeyd edirəm ki, yoldaşlar, bu amonim deyil. Bu amonim deyil. Sadəcə olaraq bu sifəti və ismi əvəz edə bilir. Amma amonim deyil, əvəz etməkdir bu. Amonim olan odur, elədir, belədir. Başa düşdük? İndi bax, sizə bir dənə diqqətlə qulaq asmanızı tövsiyə edirəm. Bunların içərisində həmən əvəzlikləri yalnız sifət əvəzlikləri, həmin əvəzlikləri yalnız sifəti əvəz edir. Yalnız sifət əvəz edir. Məsələn, həmin kitab. İşarə vəzir sifətdir. Hansı kitab? Nəyə vəsilədir? İsbətin. Sifəti. Həmin həvən nəyə vəsilədir olacaq? Sifət. Sifətə vəsilədir. Yəni elə belə. Elə belə nəyə vəsiləyəcək? Ya sifəti, ya da zərfə vəsiləyəcək. İndi burada diqqətli olursunuz. Əgər elə belə özündən sonra isim gəlirsə, elə insan, belə insan olacaqsa, özündən sonra isim gəlirsə, deyəcəksən ki, sifəti əvəz edin. Amma elə danışma, necə nə tərzdə danışırsa. Amma elədən yaxud da belədən sonra belədən sonra feil gəlirsə, buna deyəcək artıq zərfi əvəz edir. Amma siz burada diqqətli olun. Bax, bir də təkrar edirəm. Elə belə ya sifət əvəz edəcək, ya da zərfi əvəz edəcək. Elə belədən sonra, diqqətim burada olsun. Elə belədən sonra isim gəlirsə, biz buna deyəcəyik sifət əvəz eləmək. Məsələn, elə insan, elə outfit, elə şagird, elə mövzu. Elə belədən sonra feil gəlsə, elə danış, elə yaz, elə oxu. Feil gəlirsə, biz buna nə deyəcəyik? Zərfi əvəz edən deyəcəyik. Başa düşdük? İndi, sizcə, indi qulaq bir dəqiqə, qulaq. Sizcə, elə belə sifəti də əvəz eləsə, zərfi də əvəz eləsə, nəticədə nitq hissəsi olaraq nədir? Əvəz. Bir də onu soruşursan. Əvəzlikdir. Ona görə ki, yoldaşlar, sənə testdə desə ki, elə insan var ki, dərs oxumur, məsələn. Burada desə ki, hansı nitq hissəsini əvəz edib, bir sifət götürürsən, hansı nitq hissəsi əvəz edib. Amma desə ki, hansı nitq hissəsidir, onda əvəz edib. Sən elə biləni harada tanıdın, hansı cümlə üzvündə tanıdın? Əvəzlikdə. Deməli, bu səbəbdən elə belə nə olacaq? Əvəzlik. Deməli, elə belə istər sifət əvəz eləsin, istər zərfi əvəz eləsin, nəticədə dədir? Əvəzlik. Bildik bunda? Tamam. İndi o burada maksimal diqqətli olur. Bax, bir şeyi yazıram, diqqətlə bu asılı. Soruşacağım sonra sizə yenə də. O bu, baxın görün nə yazdım. O bu, necə, nə cür, hansı suallarına cavab verirsə, yəni necə, nə cür, hansı nəyə sualıdır? Sifətin. Bu zaman vergül istifadə etmirsən, o bu necə, nə cür, hansı sualına cavab verirsə, O bu sifət əvəz edərsə, aysa, demək sifət əvəz edibsən, demək sən vergül istifadə etmirsən. Məsələn, o kitab mənimdir. Və yaxud da deyirsən ki, bu qələm yaxşı yazır. Burada nə deyirsən? O kitab bu qələm hansı?
Dediyim suallardan birinin cevap versin, deməli sən orada vergi sifəti eləməyəcəksən. Deməli vergini nə zaman eləmədin? Ay sağ ol. İndi baxırıq. O yaxud da bu əvəzlikləri ismini əvəz etdi. Harda biləsən ismi əvəz edir? Sual kimlə hara? Və kimlə? Bəli, kimlə sualına cavab verirsə, bu zaman vergi olacaq. Başa düşdün? O bu ismi əvəz etdikdə, yəni kimlə sualına cavab verir, O gəldi. O verdi. təbii olur. Məsələn, desəm ki, o qələmindir. Bu kitabımdır. Deyirsən ki, qələmindir. Nə? O. Kitabımdır. Nə? Bu. Özündən sonra gördüyün kimi kim nə sualına cavab verirsə, indi burada nə sualına cavab verir, nəticədə verdiyi istifadə eləyəcəksən. Başa düşdün? Gəl bilən vaxtlarında o, bu, necə, nə cüzü sualına cavab verirsə, sifətdə vəziyyəsi vergi olar, olmaz? Olmaz. Olmaz. O, bu, kimlə sualına cavab verir, ismə vəziyyəsi vergi olar. İndi baxın. O, bu, kimlə sualına cavab verir burada. Burada kimlə sualına cavab verir, ismini əvəz edir. Amma özündən sonra fiil. Bu biraz məktəb bazasına gedəcək, mən keçirəcəm. Sizə hələ ki fiil, köməkçi nitq hissəsi, bir də əvəzlik gələrsə, o, bu kimlə sualına cavab verir burada. Özündən sonra fiil, köməkçi, əvəzlik gəlirsə, vergül olmayacaq olursa. Başa düşdünüz? Zətə vurub deyərik. Deməli, o, bu kimlə sualına cavab veribsə, özündən sonra fiil, köməkçi, əvəzlik gəlirsə, vergül olmayacaq. Məsələn, gəl mən sənə nümunə yazdım. O danışır. Olmaz. O da danışır. Olmur gene. Əlbəttə burada. Aha. O məni axtarır. Olmur. Əvəzlik. Aferin. Şimdi bunu size aktım başa sallam ki siz de mənə gələn dəfə aktım cavab verəsiniz. Hələ izah eləməm lazımdır. Ondan sonra nə gəlir? Feil. Vergül olar. Feil. Olmaz. Özündən sonra nə gəlir? Köməkçi nüqsəsi. Bağlayıcı da indi keçməmişik. Ancaq köməkçi deyirik. Vergül olmaz. Özündən sonra nə gəldi? Evet. Yine vergül olmaz. İndi geldik. Yine bu dediklerimi tekrarlayırıq. Sizce o, bu, kimle sonra cevap verirse vergül olar mı, olmaz mı Evar? Olar mı? Olar. Sizce o, bu, necə, nə cür, hansı sualına cevap verirsə, Məhəmməd, vergül olar mı, olmaz? Olmaz. Olmaz. Sizce o, bu, kimle sualına cevap verib bu dəfə? Ama özündən sonra hansı üç nitq hissəsi gəldi, vergül olmaz? Yusuf? Feil, köməkçi nitq hissəsi, bir də əvəzlik. Aferin size. Fiil, köməkçi, bir de əvəzlik gəlirsə vergül olmaz. İnkar edirik dediğimiz ki, istisna. İstisna. Deməli, fiildə, fiili sifət istisna. Fiildə, fiili sifət istisna. Fiildə fiili sifət gəlirsə vergül olacaq. Sonra köməkçi nitq hissələrində modal söz ve nida. Desek ki biz modal sözü falan hardan tanıyaq? 7. sınıf. 7. sınıftan tanıyorsunuz değerli yoldaşlar. Çünkü keçmişsiniz değil mi? Biz hala bunu keçene kadar bir vaktimiz var. Yahut da gelirsen Qade kitabından biraz modal sözü nidaya baxırsan. Ne yazacağım yandan çıxdı. Deməli, fiildə fiil sifət, köməkçi hissələrində də modal söz nida gəlirsə, başa düşdün ki, vergül olacaq. İndi gəl baxaq. Fiil sifəti ən pis məqamda necə tanıyaq? İndi biz keçəcəyik şəkilçilər. Mənbə əgər əvəz edilirsə. O sifətlə tərbiyə olan. Məsələn, şəkilçiləri almış,
plus mənsuliyyət, acaq asılmalı bu şəkilçilər. Amma ən çox işlənən ki, sən onu testlərdə görəcəksən, alınan plus mənsuliyyəti. Məsələn, bax, o oxuyan şagirddir. Burada fiili sifətdə deməli qoyulur. Amma və yaxud da ən çox işlənən şəkilçisi budur, bir də budur, oxuduğum. Sən hələ ki, mən sənə dərsi tam keçənə qədər bunun əzbəri gəlir, mən sənə çalışma verəndə, deyəmə, ha, mən bunu bilmirəm, bəlim, biz bunu keçirəmişik demirik buna. Çünki bunu siz məktəb bazasına 7-də keçmişsiniz. Mən hazırlıq materialında bunu hələ sizə səhvdən sonra keçəcəm. Hələ bizim bunu keçməmizə var. Bu səbəbdən də bilgilən, əzbər yadında saxla, an, ən pis məqam, dığın, fiili sifət şəkilçisidir. O bilir, çox da vergüllərdə aktiv düşünür çünki. Deməli, özündən sonra fiili sifət gəldi, vergül qoyulacaq. Modal sözdəki köməkçi iksələrin biridir, fikri münasibət bildirir. Məsələn, şübhəsiz, deyəsən, görünür, ümumiyyətlə, xülasə bu şəkildə. Məsələn, deyirsən ki, o ümumiyyətlə məndən narazıdır. Burada qoyulur. Çünki modal söz ortada gələndə hər iki tərəfindən vergül qoyulur. Həmin vergül də modal sözün soluna, yəni əvəzliyin sağına düşürdüyü vergül məcbur ki, burada qoyulur. Ümumiyyətlə, ümumiləşdirici modal sözüdür. Bəli. Nəticə ümumiləşdirməkdir. Bir də var deyirsən ki, o vay. O vay. Nida. Müsibətə rast gəldi ki. Bak, gəldi ki. Burada bay nədir? Nida. Nida da ortaya gəldi, hər iki tərəfindən vergül qoyulacaq. Başa düşdün? Deməli, o bu da özündən sonra gəlirsə modal söz, gəlirsə nida vergül qoyacaq. Nidanı bilirsiniz də, his həyəcan bildirən sözdür. Modaldakı nəticə ümumiləşdirmə bildirən sözdür. Görsəz ki, heç cür siz bunu digər köməkçilərdən fərqləndirə bilmirsiniz. Ən qısa rüsumla deyim ki, nisbətən modal sözlərin həcmi belə geniş olur da. Digər məsələn da, amma, ki, balaca olur. Bunlar görürsünüz ki, həcmi biraz böyükdür. Amma Azərbaycan dedi, yenə fikrimi inkar edirəm ki, istisna. İstisna nədə? İstisnadır yoldaşlar. Modal sözlərdə. Modal sözlərdə elə bir yuya sanki gələndə, o bir modal sözlər gələndə vergül olurdu, bu gələndə vergül olmayacaq. Başa düşün. Məsələn, o sanki məni tanımır. O sanki məni tanımır. Nədə burada sanki? Modal sözlər vergül qoymayacaq. Hansı modal sözlər? Elə bir güya sanki. Bildiniz bunu? Tamam. Yine gəlirik. Sizdən bir təzdən soruşurum. Başdan. İşarə vəzini bütün soruşuram təzdən. Deyirəm, elə bir güya sanki də qoyulmur da Vergül qoyulmayacaq. Xeyr. İndi siz mənə deyin görüm. İşarə vəzilərimiz hansılar idi? Şamama. O, bu, elə, belə, həmən, həmin. Aha, Tamam. Ədəbiyyatda haman işlənir. Yaxşı, işarə vəzinin içərisində yalnız sifət əvəziliyin hansı ilə? Yalnız sifət əvəziləsi. Elə, belə. Yalnız sifəti, Şəfiqə. Həmin bir də həmən yalnız sifət əvəzilədir. İşarə vəzinin içərisində amonim olan 3 dənə vəzi yazın lövhəyə. 3 dənə amonim əvəzi. Yusif. O, elə, belə. O elə belə, afərin. O nəylə amonimdir? Nə mənim? O bir-iki səhvə qabaq nə yazmışdıq? O nəylə amonim idi? Bilirsən? Yox. Deyir, müəllim, işarə vəzliyi ilə amonimdir. Bir də şəxs vəzliyi. Bir də şəxs əvəzi ilə. Elə belə nəylə amonim idi? Ədasla amonim düzdür. İndi gəldik. İşarə vəzinin içərisində hansı x idi ki, həm sifət əvəzilədir, həm də zərf əvəzilədir. Fərhad? Elə belə. Elə belə. İndi sən mənə de görüm. Elə abituriyentlər dərs oxumur. Burada elə nəyə əvəz edir? Müəllim burada dərs oxumur, müəllim feili əvəz edir. Elə Feili əvəz ediyinə görə əvəzli olur. elə abituriyentlər dərs oxumur. Elay. Müəllim özündən sonra isim gəldiyinə görə sifətdir. Sifətdir.
Sifət əvəzliyi. Sifət əvəzliyi. Necə? Demişdi ki, bir nitqsə, sonra nitqsə paltarını geyinəndə və ona çevrilir. Dedi ki, keçmişin dəyişmir. Keçmişin dəyişmir. Bir atasözü yadımızda saxlamışdı ki, keçmişin dəyişmir. Elə abituriyentdə özündən sonra isim gəldiyi üçün sifəti əvəz edib. Əvəz. Amma nədir nəticədə əvəz edib? Bəs elə danış ki, mən yüzlər birinci sənə. Mən özünə görə feil gəldiyi üçün zərf. Ay sağ ol, zərf əvəz elədi burada da. Yaxşı, elə abituriyent, elə danış. Nəticədə elə belə hansı hissəsi? Keçmişini itir. İndi siz mənə deyin görüm. Gəldik o bunun vergül məsələsinə. Sizcə o, bu, necə, nə cür, hansı sona cavab versə vergül olar mı, olmaz mı qardaş? Olmaz. Çünki sifət əvəzliyi. Düz, yerin danışmayın, əl qalır. Sizcə o, bu, kim nə sona cavab versə vergül olar mı, olmaz mı? Abi, olar. Sizcə o, bu dəfə kim nə sona cavab verib, amma özündən sonra hansı üç nitq səsi gələndə vergül olmaz? Vergül olmaz Aylin. Hansı üç əsas, hansı üç nitq səsi, əsas da deyim, hansı üç nitq səsi gələndə Məhəmməd? Köməkçi nitqsələri əvəzləyib bir də feil. Köməkçi, o, bu kim nə sona cavab verirsə özündən sonra əvəzlik şamama fikri məndə olsun. Əvəzlik. Əvəzlik, feil, bir də köməkçi gəlirsə vergül olmaz. İndi gəldik istisnalara. Bir sətə əvvəl yazdım. Feildə nə idi istisna? Feildə nə gələndə vergül qoyurdu? Şamama? Feil sifət. Feil sifət. Ən pis məqam feil sifət alışa gitsin taliyaq verir. An, bir də ığa. Dığımdır. An bir dığım. Vergüldən çox düşən anın dığım. Bir də Oxudan elə bir düşün. mən nida. Modal sözlər nida. Aha, köməkçidə də modal sözlər nidadır. Yaxşı, modal sözlər nida yenə vergül olar, olmaz. Hər iki tərəfində oxuyur. Ay sağ ol. İndi siz mənə deyin görüm yadınızdan çıxmadı da izahım. Dedim ki modal sözdə hansı üç modal sözüdür gələndə vergül olmaz. Elay, Güya sanki elə bil. super söz. Güya, sanki elə bil. Dərsi bir də təzdən dinləyəsiniz ki, gələn dəfə yox eləməyirsiniz mənə. Yaxşı mı? Çünki çalışmalar üzərində işləyəcək. Qrupa atasöz mənim. Canlı qalsa atacaq. Bəzən qalmır. Qalsa göndərəcək burada. İndi gəlin sizə burada, indi sonun izah edə bilməsəm gəlin izah edəcəm. Amma gəlin sizə burada diqqət eləyə biləcəyiz bir iki şey də deyim sizə. Bayaq dedim ki, o'dan sonra, yəni o bu'dan qulaq özə. O bu'dan sonra əvəzlik gələndə nə qeydə vergül olar olmaz? Olmaz. Vergül olmaz. Amma bu Azərbaycan dedi, düzdürmü yoldaşlar? İndi deyilirəm, istisna deyil, imkan edirəm. Deyirəm ki, əgər o bu'dan sonra gələn əvəzlik həmcins düzlərin tərkibindədirsə, yəni sadalama intonasiyası varsa, bu zaman virgül olacaq. Necə? Baxın, indi diqqətli olun. O, mən və dostum. Ay, sağ ol, görsənmə. Məktəbə gedəcəyik. Gedəcəyik. Kim? O. Kim? Mən. Kim? Dostum. Hamısı kim sualına cavab verdi. Hamısı həmcins mübtəda oldu. Aklımızdan başqa hamısında. Deməli, burada vergül istifadə edəcəksən. Deməli, o bu'dan sonra əvəzlik gəlsə vergül olmaz. O zaman vergül olar ki, həmcins üzvün tərkibində olsun. Sadalama olarsa. Bəli, sadalama olarsa. Yadımızda saxladıq bunda. Gəl çox qarşı. Bir də mənim vədən sonra nə də əvvəl vergül qoyulmur. İndi gəlin, bunu demək istəmirəm, amma deyim mən görəsən. İstəyirəm gəlin də çalışmayın deyim. Ki, səhv eləyəsiniz. Ki, mən də sizi danlayım da. Gəlin, biraz ipucu verim onda sizə. 30 dənədən ibarət. Və siz onu səhv yazsaz, daha deməli, bugünkü əməyimizi yerə vurmuş olacaqsınız. Çünki burada mən izah edirəm, siz cavab verirsiniz.
Biraz da üstüne evde oxsuz laf əl olacaq. İndi gəldik, baxın bir sıra şeylər diqqət edirsiniz. Nəyə diqqət edək? Kökü əvəzlik və kökü feil olan sözlərə diqqət edirsiniz. Kökü əvəzli və kökü feil olan sözlərə diqqət edirik. Necə diqqət edirik yoldaşlar? Məsələn, deyirsən ki, o mənimsəlilmiş əməkdir. Kökü əvəzliklə. O mənimsəlilmiş əməkdir. Deməli, burada mən əvəzi ilə, burada uşaq elə məni görən kimi yaxşır ki, vergül yoxdur da. Amma mən əvəzlikdir, imsi ilə feil yaratdın. Mənimsə, imsi ilə feil yaratdın, mənimsə. Mənimsəlilmiş, getdin mənşunlar yarattın. Mış hava nə oldu? Nəticədə gəlcin çıxdın, indi bu təkcə sizə keçirmişəm. Ümumiyyətlə zaman. Feili sifətdir. Bir yazını saxla ki, feili sifət necə nəcür hansı sualına cavab verir? Bir yazını saxla. Şəkilçi indi bu dəqiqə sən hələ keçməmişdik. Keçənə qədər yazını saxla ki, feili sifət necə nəcür hansı sualına cavab verir? Necə nəcür hansı? Necə nəcür feildir? Deməli. Artıq mən lazım deyilmə. Yerdən cavablarınızı verirsiniz bir-birinizə. O mənimsəlilmiş əməkdir. Burada nə deyirsən? Necə əməkdir? Nəcür əməkdir deyirsən? Mənimsəlilmiş. Burada vergül olar. Burada vergül olacaq. Feil sifət. Sifət demək istəyirdim. Hə, yaxşı. Eybi yoxdur. İndi birini deyəcəm, burada səhv eləmirik. Bunu yadınıza saxladıq. Çünki çalışmalarda sizə elə çalışmalar quracaq ki, bununla səhv eləyəsiniz. Elə biləsiniz ki, elə mən əvəziylə elə yapışasınız. Çünki irəliz yoxdur, axı, irəli hissələri bilmirsiniz. İndi yaxşı, belə bir şey görsəz, o mənliyi ilə qürur duyur. O mənliyi ilə qürur duyur. O mənliyi ilə qürur duyur. Baxırsan burada, nədir burada? Məni görən kimi yenə yapışmıyor. Mənliyi ilə isimdir. Mən burada nədir? Mən əvəzlikdir. Amma əvəzlikdə nə yarattın? Mənlik. Məni nədir? İşin gəlirsin, dəşir vergülün qoyursun. Bunu qızıl qadın kimi yadımızda saxlayırıq. Gəlib istifadə edəcəm çalışmalar. Tamam? Başa düşürüz hər şeyi. İndi keçə bilməyəcəm sizə. İşarə əvəzlikləri başa saldım. Qaldı sizdən şəynə verdikləri bir də sual versin. O da çox asandır. Özünüz də oxuya bilərim. Gələn dəfədə ilk 10 dəqiqə başa salın. Sonra çalışmaya keçəcəm ki, görün vergülü seçə bilirim, yoxsa seçə bilmirim.